Salam əziz izləyicilər, görmüş olduğunuz kimi biz yenə də Qurtuluş 93 ərazisindəyik və burada da yenə də qanunsuz bir tikintiyə start verilib və burada da yenə də eyni qaydada binanın birinci mərtəbəsində qanunsuz obyekt tikintisinə start verilib. Biz bu məsələləri dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq, nə Abşeron rayon icra hakimiyyəti, nə şəhər salma, nə də memarlıq komitəsi məsələ ilə bağlı heç bir reaksiya vermir və vecsiz şəkildə bu cür tikintilərin davam etdirilməsini təmin edirlər. Qurtuluş 93 belə deyək də, bu kompleksinin rəhbərliyi isə hər dəfə olduğu kimi öz susqunluğunu qoruyur və heç bir reaksiya vermir. Əminliklə deyirəm ki, bir gün düzdür, xırda yanğın hadisələri, digər fəlakətlər burada baş verir, amma bir gün burada həqiqətən də çox böyük bir faciənin baş verəcəyi realdır, artıq bu çox yaxındır. Çünki dəfələrlə olub ərazidə yanğın hadisələri baş verən zaman bax bu cür artırmaların və qanunsuz tikintilərin ucbatından əraziyə Fövqəladə Hallar Nazirliyinin heç bir yanğın söndürən avtomobili daxil ola bilmir.